Bunların istehsalı bir galoş değil, yüzü galoş, içi kırmızı galoş bırakırlar, bir de aftaba bırakırlar. Bundan başka sanayisi yok da. İran'dan söhbət gedir. İran 2000 kilometre menzile sahip yeni balistik füzesini test etti. Dünən Xürrəmşər 4 adlı stratejik uzaq məsafəli və nöqtə vuran raket müvəffəqiyyətlə praktikadan keçirildi. Bu raket İran Müdafiə Nazirliyinin kosmik mütəxəssisləri tərəfindən yaradılmışdır. Siz saydığınızı sayın, görün mollalar nə sayır? İran teleskopu, sanksiyalar altında dünya səviyyəli elmi layihənin həyata keçirilməsi, bir müddət öncə astronomiya sahəsində İranın ilk optik teleskopu. Bu İran teleskopunun xüsusiyyətlərindən biri də budur ki, çox böyük dəqiqliklə qalaktikaның şəkillərini çəkə bilmişdir. CNC Elmi Təhqiqat jurnalı bu cihazın yaradılmasına reaksiya verərək onu dünya səviyyəli İran teleskopu adlandırdı. Bu nailiyyətin icrasına hətta ağır sanksiyalar belə mane ola bilməmişdir.